Ay salam aleyküm. Kamil Ha, vaxtında restoran gəldin. seçirik. Hə. Bəs Nərgis hanı? Çay sür, indi gələr. Dur get bacını çağır. Çay sonra da içərik. Nərgisimə restoran seçirik, özü iştirak eləmir ha? Onu da vermə. Gəl, menyulardır. Gəl mənim gözəlim. Atanın balası. Otur. Ot atan yanında. Fariz orada qaldı. Deyəsən gələn var, qapıya baxmağa çıxın. Kimsə gözlərir? Yox. Gəlin bir söhbətimiz eləyək. Kim gəlirsə belə xoş gəlib, səfa gətirir. Burada bir dənə Telman? Telman müəllim, xoş gəlmisiniz. Xoş gəlmişsiniz Telman müəllim. tamam mənim xoş gördük. Dilara bacı, sən zəhmət olmasa qal. Niyə usta dayanmışsın? Öyləşin. Fariz, oğlum, sən də dur, çıx, qapını da bağla. Nəsə problem var? Nə uzadıram, Kamil, bizim səndən işimiz baş tutma. Başa düşmədim. Nə olub Telman? O olub ki, mən sizin qapınıza gələndə bir ailəli kişinin qızını istəməyə gəlmişdim. Mən iki arvadı olan kişinin qızını gözümün ağı qarası olan bir oğluma layiq bilmirəm. Özün bilərsən, sən öz ailənin işidir, mən qarışanmaram. Əgər istəsən, köhnə qonşular kimi yenə mehriban olaraq qala bilərik. Amma biz sizlə qohum olası olmadıq. Allah sən də xoşbəxt eləsin. Övladlarını da. Ay kişi, bir də qediyan görüm, Nə danışırsan sən? Aramızda da haqq hörməti var, üzün də gəlmir sənə demək. Nə sayıqlıyırsan, sən? Necə sənin heç nədən xəbərin yoxdur. Nədən? Gülərə bacı, sən də heç nə bilmirsən. Bağışlayın. Üzr istəyirəm, Kamil, elə bildim hamı hər şeyi bilir ona görə, yoxsa sənlə təhlikdə danışıb söhbət eləyərdim. Nə yaxı? Nə Telman mənim, nə yaxı? Mən neçə gündür səni izləyirəm. Minayə bacını da dəfələrlə orada görmüşəm. Bu qızınızın əri var, nədir adı yadımdan çıxdı? İmran. Hə, İmran. İmranı da orada görmüşəm. Ona görə elə bildim ki, hamı hər şeyi bilir. Düz demirəm, Kamil. Nəysə, mən sizin ailənizin işinə qarışa bilmərəm, Özünüz götür qoy eləyin. Mən getdim. Nə olub? Bilməm.
Telman müəllim. Telman müəllim. Necə oldu gördünüz? Harada gördünüz? Gedəsindən soruş da qardaş. Başına aşağı salıb cavab vermir. Mən uşaqlar da yanında soruşsam da cavab verməyəcək mənə. Deyin. Təsadüfən gördüm. Ağası Bəli 38-də. Əvvəl elə bildim gəzir. Sonra gördüm yox, bunun əməlli başda ailəsi var. 5-6 yaşında uşağı da var. Anası da gedib gəlir ora. Uşağını götürür, gəzdirir, üzündən gözündən öpür. Bacısının dəri onların bazarlığını eləyir. Sən məni qınamaya qardaş. Gedib Rusiyyətə əlinə 5-6 manat pul düşüb bir dənə Rus qızını götürüb gətirib ondan ailə qurub. Mən nə bilim sabah bu nə hoqqadan çıxacaq. Mən uşağımın taleyi ilə oynayan mənəm. Kimdi o qadın? Cevap ver! Dilarə. Kimdi o qadın? Ne vaxtdan həyatındadır? Gel təklikdə danışalım. Cevap ver! Ne vaxtdan yaşayırsan ondan? Az yaşırsan nədir? Adam evlənib uşağı da var. Kim? Atan? Sus! 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 Dem onu atan. Senin atan yoktu. Yoktu senin atan. Onu ata deme. Yığışın giderik. Hara? Öz evimize.
Fikrin nədir? Nə fikrim olacaq ki? Vəssalam. Yəni qutarda hər şey. Başqa necə ola bilər ki? Uşağı var, sənin atanın, o qadından uşağı var. Mən o uşağı qəbul edə bilmərəm. Nə o uşağı, nə də onun anasını. Bəlkə sən qəbul eləmək istəyirsən? Yox. Yox. Deməli, vəssalam. Elə bilərik ki, heç qayıtmayıb Rusiyadan. Dur gedər Züyü. Dur. Gedər Züyü. Nərgiz, dayın getdi. Dayı gedib. Hara getdi? Stolun üstündə bıçağı var idi. Deyəsən gedəndə onu da götürür. Sən nə danışırsan? Hə, piyaq bıçaq oradaydı amma indi yoxdur. Tez ol, zəng elə ona Fariz, tez ol. Götürmür. Ay baba, sənə neçə dəfə demişəm ki, hovuzda çimib çıxandan sonra saçlarını qurula, başına papaq qoy. Atam evdədir. Hə, evdədir. Baş evdə olmaz. Gəl, dəsmal verim, saçını qurula. Üzü yalan. Al saçını qurula, gəlirəm indi. Telman. Hı, Fuad üzüyü axtarır. çağır gəlsin. Fuad, atan çağırır. Axşamı xeyir atam. Hər vaxtın xeyir, gəl otur. Anan dedi ki, üzüyü axtarırsan. Sən onu da axtarma. Biz nişanı qaytardıq. Sənin kişi boyunu yerə soxum, Kamil. Kişi boyunu yerə soxum. Nə oldu, götürmür? Çağırır. Götürməsə anasına zəng elə xəbərləri olsun. Bilməzlər qapını açarlar, vurar əlindən xata çıxar. Biz zibinin qapısını aç da keçək oturaq. Qonşular görürüz. Kamil, Dilara zəng eləyib Sevdiyə. Deyir Əbdül bıçağı götürüb çıxıb. Bıçaq götürür. Kim? Əbdül mənim üstümə bıçaqla gəlir. Ay kişi, orada özündən çıxıb eləmə. Birimiz o olanda birimiz də gərək su olaq.
Qapının zəngi çalınanda açıb eləmə. Sevdanı Dilara görə qoyub gəlirəm sizə. Ay, uzaqbaşı yarım saata sizdəyəm. Aha, Böyük qələt eləyib hələ bir şişələnir də. yaxşı görə özündən çıx. Səndə də az yoxdur. Zibili bilirsən əvvəlcədən də xəbərim olsun. Vaxtında desəydim nə olacaqdı ki? Mən Dilarə deyiləm, dünyanı Kamilin başına uçurdaram. Nə olacaqdı ki? Olan oldu da. Sür də zibrivi. Başa düşdüm ey ata. Nərgizin günahı nədir? O da o əclafın qızı deyil. Nə olsun ki? O olsun ki, sabah sənin uşaqlarının babası o əclaf olacaq. Kamil. Başa düşdün? Düz demirəm. Kamilin üzü qara olsun. O olsun ki, sabah sənin uşağının 3 dənə nənəsi olacaq. Biri də rusca danışır. O olsun ki, sabah sənin qayrın Azərbaycanca danışa bilməyəcək. O olsun. Qandın. Atasının günahıdır da, onun qızına nə aidiyyəti var? Qoduq. Telman sakit konuşuyor işte. Deyəsən səninlə yumuşaq danışıram. Ayağın yer aldı ha. O qız mənim evimə gəlin gəlmir. Almıram o qızı. Əssalam. Götür aşağı. Mərifətin qanacağın olsun. O qız kimdir ki, ondan ötəri sən ananın, atağın üzünə qayıdırsan? Nə deyil sən bir dənə qızdan ötəri qədənin, nənənin sözünü yerə salırsan? Uzaq o bir evdən bura 20 dəqiqalıq yoldur. Harada qaldı bu Əbdül gəlib çıxmadı. Kamil. Bayaq Əbdül Tilmanın dalınca bayıra çıxdı ya. Hə. Ola bilər ki, Tilmandan Larisanın ünvanını öyrənsin. O da bilmədən desin qızın yerin. Telman deməsə də sonra zəng elib öyrənə bilər də. Kimə zəng eləyirsən? Larisa, qapını döyən olsa açma gəlirəm. Təsadüfən gördüm. Ağası Bəli 38-də. Əvvəl elə bildim gəzir. Sonra gördüm yox, bunun əməlli başda ailəsi var. 5-6 yaşında uşağı da var. Anası da gedib gəlir ora. Uşağını götürür, gəzdirir, üzündən, gözündən öpür. Sən belə elə. Sür ağası bəyliyə. 38 haradırsa orada ət dükanı olmalıdır. Sür ora. Biraz da sür. Özümdə geyin, uşağı da geyindir gəlirəm. Hə. Kamil, qadan alım, tək getmə. Ve Yusif də gəldi. Hə. Onunla get. Üzüm deyirsən ki, əlində bıçaq var. Axşamın xeyir. Axşamı xeyir Yusuf. Hara gedirik? Gəl sənin başınla gedək, gəl. Get onunla, tək qoyma. Gəl otur, su yox, yolda. Hər şey başa salırım. Hara gedirik? Sür, biraz tez. Afaq, tez elə yığış bizə gəl. Ay qız, gələrsən danışaram, tez elə. Axşamı seyir. Hayırlı seyir. Nə lazım? Hə, əgər elədirsə onda təntim yedik. Larisa'ya zəng elə uşağı da götürüb düşsün aşağı. Biraz da binadan uzaqlaşsın. Əbdül birdən satmış olur. Sən zəng eləyəndən bu yana Əvvəla çatıb eləməz. İkincisi də ki, Telman ona binanın nömrəsini deyib, evin nömrəsini deməyib ki. Əbdül Larisa'nı tanımır, Larisa da Əbdülü görməyib. Sən vaxtı itirmə, qıza zəng elə düşsün aşağı. Əgər
bir evdən bıçaqla çıxıbsa, belə hirsli başına onu rastlaşmasa daha yaxşıdır. Lara, Ralu da götür tez düş aşağı. Birdən mən geciksəm prospekt tərəfə çıx. Binadan uzaklaş. Üzü yuxarı qalx, hə? Gəlirəm, yoldayam. Gəlib mən səni oradan götürəcəm. Kişi sen ne danışırsan? Sen ne ağılla menzilin nömrəsini demişsən ona? Bilirsən? Neyse. Buna bak, komendant menzilin nömrəsini deyib Abdullah. Kurban olum Yusuf, bunu biraz bəs sür, də bəs sür. Sən qıza zəng elə evdən çıxıb eləməsin. Yoksa bayağı cılaf gibi be ben. Niye telefona cevap vermiyor Yusuf? Sən gəl ha. Kamil mənim evdə yoxdur. Sən onlara niyə gəlmirsən? Dəqiq yoxlar evdə. Ha, özüm telefonla danışmışam. Evdə heç kim yoxdur. Yaxşı onda. Sonra gələrəm mən. Ol. Ürəyim ovxalanıb ayağımın altına tökülür. Uşaqlara görə səsimi çıxarda bilmirəm. Nərgiz bir söz demədi. Az özünüz toxtut. Yerə soxum Kamilin. Çay zad içməmisiniz. Biz gün çay çözüldü. Evə girəndən heç bayıra da çıxmamışıq. Uşaqlar da qoymuram içeri getsinlər. İstəmirəm qonşularla üzə gəlsinlər.
Əvvəl bəhbəhlə tez evə köçmüşdük axı. Yer ayrılsa yerə girərəm. Az yerə soğun Kamillə minayəli. Bildiyin, Kamillə minayəli. Ona söz az deyirsən. Nərgizi fikirləş. Nişana qayıdıb. Yazı uşağın halı içində özündə deyil. Sən də belə görsə, gedib özünə nəsə eləyərik. Az Allah eləməmiş. Xəstəlik səni tutar. Bərk ol. Dur əl üzünü yu. Get Nərgizlə söhbət elə başına qal. Dur. Mənim də Farizlə ayrı söhbətim var. Dur. Yeri. Fariz xala buradan gəl otur. Eşit gör nə deyirəm. Atam böyük qələt eləyib. Anan arvad xeyladı. Bacıyın da nişanı qayıdıb. Sən gərək özünü kişi kimi aparasan. Nərgizin nişanlısı gildə bu məhəllədə yaşayırlar. Bu evdə qalmaq olmaz. Sabah həyətə bacıya düşəndə ağzı göyçəyin hərəsi bir söz deyəcək. Sən də kişi kimi bunu götürməzsən axı, düzdürmü? Ona görə də qadan alım. Xala qurban, gör nə deyirəm. Bu gün keçsin. Dilarəyə nağıl üstünə gəlsin. Nərgiz də sakitləşsin. Sabah ananı da, bacını da götürüb qayıdırsan təzə evə. Xalan da arxamdadır. Sən geri qayıtmaq söhbətini at ortalığa. Mən də sən deyəni deyəcəm. Razısan? Razısan? Fariz, xala qurban. Axı bilirsən ki, bu evdə yaşayabiliriz. Salam ay Sevda bacı. Salam. Dilarə niyə belə tez qayıtdı? Təzə evi bəyənmədi? Qanun niyə belə qaradı? Deyəsən, deyiləsi səbəb deyil, hə? Nədir o birinci mərtəbəki qarar var nədir? Sona. Nə axmaq adamdır az o. Nə olub ki? Heç adını da düzəməlini bilmirəm. Mənə elə ibarə ilə sual verir ki, Dilarə deyə təzə evi bəyənmədi gəldi. Nə oldu? Çoban qızıdır. Ona görə deyirəm, burada yaşaya bilməyəcəksən. Atdan geri qayıtmaqla deyil. Bugün bu, sabah o, sonra Şəfiqə gir. Dözmək olmaz buna. Sən niyə ayrılıb, sən niyə acıq elib qayıdırsan? Mən başa düşə bilmirəm də. Burnunu sallayıb oturmuşsan. Bəs Nərgiz, nə vaxtacan oturacaq az otaqda, hə? Nə vaxtacan çölə bayra çıxmalıdır ya yox, hə? Düz demirəm ay Fariz, düz demirəm xala qurban. Deyir bu, kişi xeylaqdır. Həyətdə ağzı göyçəyin biri bir söz desə götürməyəcək. Həftə 8, mən 9 bu həyətdə qırğın düşəcək. Sən Minayədən nə acıq elib qayıtmısan? Nə acıq elib qayıtmısan da qələti kamil eləməyib? Gəl otur evin içində də. Fariz deyib gedən. Fariz! Fariz! Sona xala, sizə nə aidiyyəti var biz niyə geri qayıtmışıq? Nə? Sizə bir dəxli var? Abona anan yaşında mi? Mərifətli danış. Mənlə belə danışma. Sona xala, sizdən çox xahiş edirəm. Nə vaxtsa mənim anamla, bacımla üz-üzə gəlsəz, danışığınıza fikir verin. Yoxsa məndən inciməyim.
Kəmil, çayın soyudu. Bu saat tez eləyərəm. Varsa sən də süzün. Yox, çox sağ ol. İstəmirəm. Mən qalxım yuxarı, birdən Raul oyanar. Məni bağışlayın. Amma iş yaxşı olmadı. Nə? Telman gəl belə deməyi də. Hadi indi 5 gün tez, 5 gün gec nə vaxtsa bilməli idi də. Aydın məsələdir. Telman gəl üzüyü qaytarmağı, söhbətlərin də açılmağı Dilarəyə 2 qat zərbə oldu. Kəmil bir tikə gedə. Qoy biraz keçsin. Axşama yaxın gedərəm Dilarə gilə. Niyə? Qayıtsın gəlsin deyə. Güya sən deyən kimi razılaşıb qayıdıb gələcək. Niyə yemıram? İndi əlimizi qolumuzu yanımıza salıb oturub gözləyək. Vaxt lazımdır, vaxt. Necə olmasa bir həftə, 10 gün keçsin, yavaş-yavaş hamı hər şeyi başa düşəcək. Tədricən hər şey öz yerini alacaq. Nədir, dünya dağılmayıb ha? Nə bir şey olub ki? Nədir, düz dünya doludur. İki arvadlı kişilərlə. Neyse, mən getdim işə. Getmək istəyirsən, gəl gedək. Gəldim. Ağlın nə kəsir bu İmran dediyindən? Qaz İmrandır da. Qandığı elə o boydadır. Haçanın ağzını danışığını bilib ki, öz aramızda Kamil özümüzünki deyə danışmırıq. İmran gedib ikinci arvad alsaq götürmərik axı. Boy! Qış, Allah eləməsin. Elə 2 gündən bir evdə şor gözlüyün üstündə davadır da. Məncə biraz təmkinli olmaq lazımdır. Ayrılmaq istəsəz, hərsən ki, mən bunun da tərəfdarı deyiləm. Ayrılmaq istəsəz, bunu da ağlından eləmək lazımdır. Evə də gəlməyib axşam Əbdül. İşə getdim, orada gəlməyib. Əlində bıçağı qan axtarır. Əgər bir xata törətsə, Dilarə, Sevda, qardaşı öz düşəcək həbsxanaya. Mən də dünəndən onu deyirəm də. Əbdül hələ, Farizlə bayaq acıq elədi, hara getdi heç bilmirik. Bunlar da oturublar evdə. Abra bürünüblər. Abırsızlıq eləyən Kamil əziyyətini bunlar çəkir. Ona görə deyirəm, qayıdıb getmək lazımdır. Uşaqlarını da götür, get otur evin içində. Salam aleyküm. Salam. Bütün gecə hardasan ay Əbdül? Cəhənnəmdə. Bəs mənə yazığın gəlmir. Sərə gizgi suallar vermədə Dilarə. Qələtini elə səsini kəs. Söz soruşula cavab ver. Hara getmisən? Bıçağı da götürüb hara getmisən? Az gecə itisad olur da, adamın üstə cumur. Mən də. Kamil kimi itlər adam üstə cummur. Uşaq deyiləm səndən. Az kəs səsi dur, bir stəkan çay ver mənə. Gör bir hoqqa çıxara bilirsənmi? Dilarənin 2 əli olsun, bir başı. Nə o qanır, nə bu qanır. Gülmə güzaranıma bax da. İşə düşmüşük. Gir get evində otur da. Abırsız adam odur, sənə nə düşüb? Bu telefon kimin telefonudur, zəng salır? Mənim telefonumda öbür otaqda qalıb. Üzüyün qaytarılmasından mənim xəbərim olmuyor. Biz hökmən görüşməliyik. Cavab gözləyirəm.
Evdən çıxa bilmirəm. Bilmirəm, bilirsən ya yox, biz köhnə evə qayıtmışıq. Elnur salam. Evdəsən? Hə, həyətdəyəm. Bir dənə düşüb söhbətim var sənin. Bir dənə zəhmət olmasa aşağı düş də. Yo, salamaçılıqdır. Elə bircə sözüm vardı. Aha. Yusif gəlib çıxmadı. Gələr indi. Nə bilim, deyirəm birdən o da acıq eləyər. Uşaq danışmasın. Canım üçün arvadından qorxur. Sevda bir dənə təpinsə ki, Kamilin həndəbərinə dolaşma. Onun cürəti çatmaz bura gəlməyə. Yusifdə problem yoxdur. Amma Sevda, bu dəqiqə yaqın doldurur Dilarənin beynini. Mən başa düşə bilmirəm. Sən nəyin fikrini çəkirsən, qardaş? Ki, adamlar var ki, min cür fırıldağa, alçaqlığa qulluq eləyirlər ki, 5-10 manat pul qazansın. Maşallah, varidatın başından aşır. Sən nəyin fikrini eləyirsən? Nə əysi iş tutubsan ki? İkinci arvad olubsan da, maşallah. Şəriət də buna icazə verir. Ki, səni belə görsələr, Allaha and olsun, Sevda gəlin ayağı yer alacaq. Kamil, başa düşürəm, Dilarə uşaqlarının anasıdır. Larisa da yazıqdır. O da anadır. Ana, onu da fikir ver. Dünən onu nə kök də gətirmişdi evə. Yazığın rəngi ruhu qaçmışdı. Hər adam dözməz belə şeylərə. Qərib yerdədir, təkdir, səsini çıxardanmı? Bir sənə nə var? Təklif edirəm ki, gedim Larisanı gətirim, qızı bir qoltuğuna get restorana. Restoran nədir, Aymıra? Kişi, mən deyənə qulaq as. Səhərdən də yemək yeməyibsən. Get kefin açılsın. Bir dəqiqə dayan İmra. Kişi, Allah'ın da olsun, sənin üzünə baxan da mənim ürəyim ağrıyır. Qıza zəng elə qoy, hazırlaşsın. Mən getdim. Da Kamil. Lara, hazırlaş, axşam gedək restorana. İmranı göndərmişəm, gəlir. Kimi? İmran. Mən İmranın maşınına minmək istəmirəm. Lara. Malatova, mən onun üzünü də görmək istəmirəm. Vəziyyət qarışıb, sən bu yandan başlama. Onsuz da halım haldır. Deyirəm sağ, hazırlaş. İmran gəlir. Хорошо. Gel. Hoş geldin. Hoş gününe gələk. Heç bu qalsın. Gel. Bundan. Bağışla da, səni də narahat edirəm. Ki, ona söz deyil. Eyvana çıx. Elnur Gil'in eyvanındayım. Sən içəri keçə bilərsən. Problem yoxdur. Bir də bax da heç kim gəlməsin. Yox, narahatım.
Salam. Salam. Səndən üzr istəyirəm. Niyə? Atamın hərəkətinə görə. Valla mənim xəbərim olmayıb üzüyü qaytaranda. Ümumiyyətlə, məndən xəbərsiz ediblər. Hər dəfə üz güçlüyə gedəndə üzüyü evdə qoyuram. Nə fikirləşirsən? Niyə dinlənmirsən? İnanmırsan mənə? İnanmıram. Nə sənin atanın, nə mənim atamın hərəkətlərinə görə biz cavabdeh deyilik, Nərgiz. Bəs axırı necə olacaq? Bilmirəm. Amma mən bu yolun yarısından qayıdan deyiləm. Valideynlərin elə demir amma. Dilarə xala nə deyir? Anamın alı çözündədir ki. Mənə dəxli yoxdur. Kim nə deyir desin, dəxli yoxdur. Təki sən fikrini dəyişmə. Nərgiz. Nərgiz. Hə, xala. Hala qurban, gəl içəri. Larisa, sən naşükür sözü bilirsən? Naşükür. Hı? Tərcümə eləyə bilmirəm rus dilində. No, təxminən niblagadərdir. Yəni, adamlar sort-basort olur. Sən Dilarəyə çox da fikir vermə. Biraz dava-şava olacaq, sonra sakitləşəcək. Hər şey qaydasına düşəcək. Belə də baxanda, elə Dilarənin getməyi yaxşı oldu. Kamil evi sənin qardaşının pulunu alıbdı. İmranın canı onlardan çox sənin haqqın var o evdə yaşamağa. Düz demirəm? Ha? Allah, səndən dava eləyən Dilarədir. Sən deyəsən mən yazıqdan küsüsən. Larisa, sən qapını açma, qoy gəlin mən açım. Sən axı müdürün həyat yoldaşısın. Yuxarıdan baxırlar. Kim idi? Zəng eləyəm. Anamdır. Səhərdən neçə dəfə yığıb məni. Narahatdır da,
Dayı, mən evə getsəm yaxşıdır. O dədən birdən zəng elər səni görüşə çağırar. Mütləq məndən get. Yaxşı? Sevdə xala demişkən, dayı, atam çətin məni yığa. Biz onu çoxdan yadından çıxmışıq, dayı. Hə, yox da, dayı. Bir gün qeyrəti qıcığırıb sənə zəng eləyəcək. Mənsiz getmə. Mütləq məndən get. Yaxşı? Yaxşı. Gedim mən. Fariz. Hə? Yan bir dəqiqə. Məhlədə nəsə söz zad ata bilərlər sənə. Çəkinmə, narahat olma. İlişdir ağızların üstünə. Necə lazımdır ilişdir. Qoy nəfəsləri kəsilsin. Çünki bu məsələ çox uzanacaq. Yaxşı? Oldu dayı. Yaxşı ol. Sağ ol. Azərbaycana gəlməyimizə peşman deyilsən? Ты знаешь, mən bilirdim. Bilirdim ki, hər şey belə olacaq. Prosta mən bilmədim ki, sən bunlara belə reaksiya verəcəksən. Əzab çəkirəm bana. Əzab çəkirəm. Kamil, mən də əzab çəkirəm. Ты не представляешь себе, mən nə qədər düşünürdüm, nə qədər fikirləşirdim. Çox əzab çəkirdim. Rusiyada qalanda ya, elə əzab çəkirdim ki. Fariz. Hə. Buracı görüm ha. Mənim anama nə dedim sənə? Cəbi. Sonu xalama söz atıb, mən də dedim, sizə nə dəxli var ki, biz niyə geri qayıtmışıq? Nə ördək? Dədən ki çarvadalı, bacının nişanı qayıdır. Qorum qonşu siz ağzına gələni deyir. Heç kimə söz deməyə duxun çatmır. Mənim anamın qabağında şəkərlənirsən, nə küçük? Mən hər şeyi planlaşdırmışdım Lara. Bu belə olmadı.
настоящий мужчина. Ты умеешь любить, потому что ты умный человек. Только умный человек способен на такую безумную любовь. Камиль, я тебя так люблю. Nə qəribə sözdür. Ancaq ağıllı adamlar dəli kimi sevir. Да, дорогой. Да, моя любовь за тебя. Sən çox qəribə adamsan, Lara. Sən doğrudan da dəli kimi sevilməyə layiqsən. Hə, balaca, tök. Gözlə. Oğlum, sağ ol. Fariz, Sadiqan var. səni bugünə kim salıb? Kimdən dalaşmısan? Söz soruşmuram səndən. Kim döyüb səni? Cəbi döyübdü, Minayə xala. Sunan oğlu Cəbi? Hə. Düş qabağıma görüm. Getdik. Gəl. Nəsə elə bir ürəyim darıxır. Elə bil nəsə olub. Почему? Nə bilim, elə bir pusat kimsə mənim telefonuma zəng gəlib nəsə bir pis hadisə deyəcək. Камиль, любимый мой, успокойся. Просто ты очень перенервничал. Bilirsən, dünən, bugün çok çətin, çok напряженные günlərimiz olub. Поэтому ты нервничаешь. Успокойся, Марат. Все хорошо. Не нервничай. İstəyirsən qalxaq. Как хочешь. Yox, qalxaq. Kimdən dalaşmısan? Sunanın oğlu Cəbi ilə dalaşıb. Heç görüm. Atasına çəkməyib də, dayısına oxşayır. Söz götürmür. Səhər sonu ölmüş mənə söz atırdı. İndi yəqin yetimçəsinin dili dinç durmayıb. Bu da kişidir də. Yəqin cavabını verib vurub. Mən hara gedirəm? Nərgiz bir dənə dəsmal islat gətir. Tez ol. Mənə bax görüm. Nəyə görə dalaşdınız, Fariz? Nəsə dedi sənə? Dayan. Nəysə də ana, olan olub keçən keçir. Mən Nazilafı tapıb onun anasını alıb. Yaxşı, bəsdir Fariz. Qızım, Dilarə belə olmayacaq. Yığışın gedək evimizə. Fariz, qurban olum sənə. Dava ilə nəyi həll eləyəcəksən ki? Yaxşı ki, Abdül dayında xəbər olmayıb. Nə vaxta qədər dava eləyəcəksən, mən özüm sabahları Sona ilə danışaram. Sona söz qanandır. Ona görə deyirəm də qızım. Yığışın, qaydaq evimizə. Hara aparırsan bunları? Bəs Yusif deyir, o Rusu da gətirmişsiniz evimizə. Bir Dilarə. zaman altında iki arvad saxlayacaq Kamil. Acıva digilən səsindən alsın. Niyə? Fağır olanda adamın başına çıxarlar. Anasız görmüsünüz. Anası mən, ver cavabımı. Hara aparırsan? Sevda. Nə Sevda? Gör yaş dəsmal nə oldu? Dilarə, qızım, sən nə deyirsən? Minaya xala. Xahiş eləyirəm, çıxın gedin. Yaxşı. Get deyirsən, gedərəm də. Salam oğlum. Salam. Deməli, Kamilin ailəsinin düzəlməyi getdi işinə. Sonradan görmək belədir də. Oğlu yerə göyə sığmır.
Heç nədən ötəri vurub Sonanın oğlunun ağzını qanadır. Qızı da bizimki ilə xosunlaşır. 5-10 manat görən kimi çaşıb qudurublar. Cəhənnəmə. Kamilin ailəsinin dərdi bizə qalmayıb ki. Başına dəysin onun ailəsi. Məni bizimki maraqlandırır. Sona yalan danışa bilər. O boyda yalan olmaz. Deməli, belə çıxır ki, Fuad bizi saymır. Nətər olur? Mən bunun nişanını qaytarıram. Bu da gedib xəlvətcə qızla görüşür. Ola bilər qız zəng eləyib, ağlayıb, sıtqıyıb, nəsə deyib, bunun da ürəyi dözməyib də. Cəhənnəmə ağlayıb, gör ağlayıb. Nə olsun ağlayıb? Adama çox şey deyərlər. Bəs adamın öz ağlı harda qalıb? Fuad sənsən? Hə, ata. Bura gəl. Deyəsən bizim səndən dünənki söhbətimiz sənə çatmayıb, hə? Mənim yanımda başını aşağı salırsan, mənə diqqətlə qulaq asırsan, sonra gedib yenə öz bildiyini eləyirsən. Başını qaldır, üzümə bax. O qızla görüşmüsən? Hə. Niyə? Adam kişi olar, hə? O sənə nə dedi ki, telefonda yenə yürüb qaçmısan yanına? O heç nə demədi. Mən uzun ona zəng elədim. Niyə? Onun heç bir günahı yoxdur, ata. Düdük. Deməli, sabah mən bir qələt eləsəm, bunun sənə heç bir aidiyyatı yoxdur. Yaxşı kişi bir addım atanda fikirləşər. Öz ailəsini gözünün qabağına gətirər. Kamil haranın düdüydü ki, ondan törəyən nə ola? Mənim səndən bu mövzuda axırıncı söhbətimdir. Bir də bizim evimizdə o qızın adı çəkilməsin. Yeri. Yaxşı eləyirəm. Nəyə yaxşı eləyirsən? Yazıq qızın özünün dərdi azmış kimi sən də bu tərəfdən küsürsün. Əcəb eləyirəm. Belə eləməsəm məni eşitməyəcək. Gecə gündüz deməkdən dilim qabar bağlayıb. Qayıdıb getməlidir evinə. 2 günün gəlini deyək ki, acıq eləyib gəlib. Maşallah uşaqlar böyükdür. Özləri də hər şeyi başa düşürlər. Qayıdıb getməlidir evinə. Qoy o rus qız çıxsın evdən. Bəyənmir, Kamil də getsin. Sağsın anasının da yanına getsin, o rus qızı aldığı evdə yaşasın. Əgər Dilarə gedib o təzə evdə oturmasa, atamın qızı deyilən bir də onun adını tutsam. Allah üzünə baxıb ki, Dilarə sən xasiyyətdə deyil. Yoxsa göydən dəyənək yağardı. Dilarə mən xasiyyətdə olsaydı, Kamil təzə arvad alardı. Hə? Dünyanı başına uçurdardım. Nədir? Yoxsa səni də ürəyindən keçir? Mən qələt eləyərəm. Elə ona görə də qadan alım. Ay İmran, çox sağ ol. Əziyyət çəkdim bala. Xoş da Əminə xala, borcumuzdur. Larisa, salamat. Necəsən afaq? Mama. Hə? Mən telefonum evdə qalıb. İndi götürürəm də. Gəlirəm sonra. Siz gözləməyin də, keçin içəri. Afaq indi gəlir gedirik. Yox, mən biraz təmiz hava alım. Onda mən qalxım Raula. Qalx. Sağ olun. Sağ ol.
Ayma. Ay qızım, telefon yoxdur. Larisa içibi. Öz elə şey olmaz. Allah haqqı, mənə danışanda iyi vurdu. Bu da təzə çıxdı. Kamil, Hə? oğlum bura gəl. Qapını ört. Deyəsən içmisən, hə? Hə mama. Kanım qaraydı, dedim biraz işim, fikrim dağılsın. Arvadın da səni rumka-rumkaya vururdu, hə? Göz özəliyib üzümə baxırsan. Bəlkə yalan deyirəm. Yox, mama, o məsələnin boyda şişirmə, yazıq ma görə işdi. O da 2-3 damcı dudağını ıslatdı vəssalam. Pləkanı çıxanda 9 yazırdı. Dudaq ıslatdı nədir? Bu da təzə çıxdı. Allah hamd olsun deyirəm. And içmə. İçkili and içmə, günahdır. Bax, gözümlə gördüyümə inanım, yoxsa sənin dediyinə? Yaxşı mama. Bağışla. Bir olub, bir də olmaz. Ay, sağ ol. Mən də istəyirəm ki, bu bir daha olmasın. Yaxşı kişi olmaq istəyirsənsə, arvad apar, müsəlmanlığı qəbul eləsin. Ay mama. Bu barədə sonra danışarıq, indi içmirsən. Çay içirsən? Bacın gedəndə təzə dəmləyib, gətirin bir stəkan iç. Elə bil həyat qapısının səsi gəldi. Onu eşitmədin? Yox, fikir vermədim. Bilirəm, gözləmirdiniz. Amma biz fikrimizi dəyişmişik. Burada yaşayacağıq. Nə səni, nə də uşaqlarım. Buradan qovan yoxdur. Gəlibsən, əcəb eləyib gəlmişsən. Uzaq qalxın yuxarı. Mən onları götürüb apararam. Yox. Hamımız burada yaşayacağıq. Nə? Hə. Hamımız bir damın altında yaşayacağıq. Dilarə. Sizin hörmətinizi həmişə başımdan yuxarıda tutmuşam. Amma gəlin pərdəni ortadan götürməyək, yaxşı? Çıx yuxarı, onu bura çağır. Dilarə. Gəl abırsızlıq eləməyək.
Edam kürsüsündə oturan adam asqıranda ona sağlam ol demirlər. Cəhənnəmə xoş gəldin. Soliton mağazalar şəbəkəsinin baş sponsorluğu, İstanbul Enes Klinika və Şahənşah Tüylərinin sponsorluğu ilə Vicdan Haqqı serialına baxdınız.